İmtahanlarda və sınaqlarda iştirak edən üçbucaq sualının 3 tipinə baxacağıq. Bu 3 tip ən çox iştirak edən sual tipidir. İki tərəfi 3 sm və 7 sm olan üçbucaqda üçüncü tərəfini ala biləcəyi tam qiymətlərin cəmini tapın. Fikir verirsinizsə, sualda heç bir bucaq söhbəti keçmir. Ancaq iki tərəf verilib 3 sm və 7 sm. Əgər bucaq sözü keçməzsə sualda bu düsturu tətbiq eləyin. Yəni üçbucağın üçüncü tərəfinin, yəni C-nin ala biləcəyi qiymətlə A üstünə gəlsin B-dən kiçik, yəni 7 üzərinə gəlsin 3-dən kiçik. 7 çıxılsın 3-dən böyük olmalıdır. Yəni C-nin ala biləcəyi qiymətlər 10-dan kiçik, 4-dən böyük olmalıdır. Bunlar da 5. Bunları da cəmləsək cavabı 35 alarıq. Keçirik ikinci tipə. ABC üçbucağında A bucağı iti bucaqdır. AB 8, AC 6 olarsa BC tərəfinin natural qiymətlərinin cəmini tapın. Əgər sualda bucaq söhbəti keçərsə və o iti bucaq adlandırılarsa, bu düsturdan istifadə edin. Burada AB 8, AC 6-dırsa, iti bucağın qarşısındakı tərəf bunların ikisinin fərqindən böyük, yəni 8 çıxılsın 6-dan böyük. Bunların ikisinin kvadratları cəminin kök 6-sından kiçik olmalıdır. 8-in kvadratı üzərinə gəlsin 6-nın kvadratı. C 2-dən böyük, 10-dan kiçik. Bu arada da C-nin qiymətləri. Bunları da toplasaq 42 cavabını alarıq. Burada da düzgün cavab 42-dir. Üçüncü tipdə isə ABC üçbucağında A bucağı kör bucaqdır. AB 8-dir, AC 6-dır. Üçüncü tərəfim, yəni BC-nin tərəfinin natural qiymətlərinin cəmini soruşur. Bu dəfə isə A bucağını kör bucaq deyir. Əgər A bucağını kör bucaq deyirsə, onun qarşısındakı tərəfin ala biləcəyi qiymətlər bu düsturla hesablanır. İndi bizdə də C tərəfinin ala biləcəyi qiymətlər 8 üzərinə gəlsin 6-dan kiçik olmalıdır. Amma bunların kvadratları cəminin kök 6-sından kvadratı üzərinə gəlsin 6-nın kvadratı. Bundan 10 çıxar, 10-dan böyükdür C, 14-dən kiçik olmalıdır. Yəni 11, 12 və 13 ola bilər. Bunları da toplasaq 36 eləyər.